Salam. 13-cü günə xoş gəldiniz. Leyla dərsə gedir və bugün mən təkəm. Hava o qədər istidir ki, yəni əsla pəncə ilə gəzə bilmərəm də, pişirəm. Deməli uşaqlar, bir dəqiqə kameramı sileyim. Mən kimlə görüşürəm? İndi onu açıqlamalıyam sizə. Deməli, mən 2-ci sinifdən hardasa 9-cu ya 10-cu sinifə qədər, yəni o imtahan vaxtlarına qədər basketbola getmişəm. Və orada hamısı oğlan idi, tək qız mən idim. Sadəcə bir dəfə bir dənə qız olmuşdu və onun da adı Ofelia idi. Təsəvvür edin, 2-ci sinifdən də uşaqlıqdan basketboldan, yəni çox randomda. Amma ondan o vaxtdan bəri dostuq və o İstanbulda oxuyur. Ona görə də bugün onunla görüşürəm. Nəysə belə. Sahilin qırağındayam, Kadıköydəyəm. Tapmağa çalışıram onu. Bilmirəm, səhv gedirəm, düz gedirəm, amma nəsə gedirəm. Bəli dostlar, indi bindik teknəyə. Gedirik buradan Beşiktaşa, Dolmabahçe sarayını görməyə. Uşaqlar, biz Dolmabahçe sarayına gəldik. Amma bura bağlanan bir şərkə çox bilmirik. Keçdim şəkil çəkdirməyə, mənə çıxartmaq istəyirəm. Nəysə belə yerdə qısım görəmlərsiz sadəcə. Uşaqlar, bugün də belə bitdi və mən yolu tanımıram. Evə necə getməliyəm bilmirəm. Random şəkildə düz gedirəm və ümid edirəm evi taparam. Yəni bilmirəm başıma nələr gələcək və 4%-im var sadəcə. Uşaqlar, artıq 14-cü gündür və Leyla ilə sağollaşıram. Gəlirəm Nəzringilə. Saat 2 imiş. Və saat 9-da mən konsertdə olmalıyam. Uşaqlar, mən ölürəm də. Taksidən düşmüşəm. Taksini mənə Nəzrin çağırıbdı. Nəzrində endirimi var idi də Uberdə. 10% endirimi var idi. Nəsə belə bir şey. Taksidən də indi düşürəm, internetim yoxdur da. Bu da yazır gedir də, belə qiymət görən bayağı qalxıb. Deyirəm, məndə endirim olacaqdı. Axırda düşmüşəm. Deyir ki, sənin dostumun hələ taksiyə 100 TL borcu var. Nə endirim də yoxdur. Ölmüşəm də. Nəysə, heç nə. Nəzrin gözləyirəm, marketdədir. Burada taksiyə gedən pullarıma o qədər yazığım gəlir ki, yəni nə bilim. Salam. Nə? Nəzrin, yəni qanadsız mələyi bizə çox cəlb edici bir kahvaltı sofrası hazırlayıbdı. Bəli uşaqlar, kombinimi dəyişdim. Ayda silcanlar. Bəli uşaqlar, kombinimi dəyişdim. Bunun burası çox açıq idi, o biri qarada. Biraz narahat oldum açığı, ona görə də dəyişdim və belədir. Arxası da belədir və altından belə leoparlı yubka giymişəm. Buna əmin deyiləm, amma qəşəngdir, gözəldir. Biz çıxırıq evdən, bilmirəm hara gedəcəyik, güncəlləmədə qalan. Deməli Kadıköydəyik, mindik gəmiyə, buradan gedəcəyik Galata Portuna, istəmədə qalın. Qardaşıma da çox yaxşı bir insana hədiyyə aldı. İndi gedirik, deyəcək sizə hara gedirik. Buranın adına baxırdım. Gəldik burada, Populist bir dənə restoran var, orada oturduq. Nəzrin dediyinə görə çox antiqə burgerləri olur, onu yoxlayacaq. Cheeseburgerləri çox dadlıdır. Manzarası benim manzaram. Galata Portda olsanız bura mütləq gəlməlisiniz. O qədər dadlıdır, dəhşət dadlıdır. Yediyim ən dadlı burger deyə bilərəm. Mən onun üstündən 9-5 verərəm. 0-5-i deyim neydən qırdım? Ətimiz də qalmadı ki, pişiyə verək. Mən əti çox sulu sevmirəm, biraz əti suludur da. Biraz ət dadı gəlirdi. O lap quru olsaydı, ətin dadını heç sevməsəydim, mənim üçün... Ayıp ol, məndə də problem oldu. Sosa ehtiyacım var. Okay, bye. Sarı saçlı Arif Nuray bacım yadıma düşdü. Mən bundan əvvəl bir dənə video çəkmişdim, birinci bunu deyim. Həmin videoda qayıdıb demişəm ki, Nəzrinlə bütün əlaqələrimi kəsmişəm, amma Nəzrin xəbəri yoxdur, qəlbimi qırıbdı zat. Bilmirəm, da onu qoyacam yoxsa. Uşaqlar, Nərgizin ən çox bəyəndiyim xasiyyətini deyirəm. Ürəyi təmiz olmağı və saf olmaqla, yəni durduq yerə heç kimə pis bir şey eləməz. Bəyənmədiyim xasiyyətimi də bilsəm nədir? Çox o qədər yersiz, lazımsız adamman lazımsız özü anladı, inşallah anlayar. Zəhləm geyir ondan da. Nə bilim valla, belə bir də ki, biraz çox mazq eləyir adamı. İndi sən mənim. Xəsimi də.
qayğı keçdi. Adama qayğı göstərir. Belə ana kimi hiss etdirir. Doğrudan əsla ana kimi hiss eləmirəm özümü. Bəs pis Özün xasiyyətim? bayaq demədin səndən yaxşı ana olar. Hə, bəs pis xasiyyətim? Arada qəlb qırıcı ola bilir. Əsla qəlb qırıcı biri deyiləm, qəbul eləmirəm. Dünənki temaya görə düzdür istəyirəm. Arada. Ürəyim dözmür, mən çox tez yumuşuyuram Hə, amma o xasiyyəti yaxşıdır. Ürəyi çox yumuşaqdır. Yəni bunu demək yadından çıxdı. Çox ürəyi yumuşaq adamdır. Restorana çıxdıq. Buradakı mənzərənin gözəlliyinə baxa bilərsiniz. O qədər qəşəngdir. Burada şəkil çəkdirəcəm. Sağ ol. Sonra demişəm videonun əlində. Okey. Taksidəyik, konsertə gəlirlər bizi oturub evə qayıdacaq. Mən niyə bunu oturam, onu bilmirəm. Mən taksidən düşdüm. Mən Teomanın konsertinə gedirəm. Nəzrim gedir evə. Deməyə dostlar sözüm çıxdı. Konsertdəyik. Birazdan Teoman gələcək. Belə gözləyirik. Berbat başlamıştı Həqiqətən, yəni 1990'da. belə bədbəxtçiliklə konsertə Öyle de başladı. gitti yıl boyu. Seni ölmek istemem bir kalbim sarmadan. Biz kambil forever çıkmıştık birbirimize. O güzel kupa kızıydı. Bir bal taburesi üstünde babamın öldüğü yaştayım. Teoman indi bizə kitab oxuyur. Bizimki yakalıyor şapkayı falan filan. Ara bir şey çıktı. Harika da değil, berbat da. Bizi böyle yakamızdan tutacaksa, hadi böyle yaşa derken kalbimize sormuş bu. Anlayacaklar İkimize karşı bu dünya bizi anlamayacaklar. Ama herhalde bizim de bir durumumuz var. Teoman dedi ki, bəs də oturdunuz, gəlin ayaq üstə durun. Burada Leylanı tapdım. İki yabancını yoktu. Necə iki yabancını oxumaya bilərim? Aşkının sularında qəlbim qırıq-qırıq oldu. Ya Allah haqqı, qanım qaraldı. İki yabancı. Neysə qalır. Neysə qoymaz, ona baxın. Uşaqlar, konsertdə iki yabancını oxumadı axı. Taksidə qoşdurdu. Çölde çay filminden bizimkisi bitenlerden sevmeye yeteneksiziz. İki yabancı, iki yabancı birlikte ama yalnız. İki yabancı. Çok qəşəngdir burası. O kadar sevirəm bu mahnını. Ben uşaqlar 1%'im var. Çox aqressivəm, çox əsəbiyəm. Taksidən düşmüşəm. Gedirəm indi Nəzrinin yanına. Oy salam. Salam. Dostlar belə çox estetikdir.
Salam. Bugün qəmgin bir giriş elədim. Çünki İstanbulda sonuncu günümdür. Bəli dostlar, İstanbulda 15-ci və son günə xoş gəldiniz. Bugün 5-in yarısı uçuşum var. Bilmirəm aeroporta nə vaxt gedəcəm. Hələ mamaya hədiyyə almamışam. Onu çıxıb axtarmağı düşünürəm. Və makyaj eləməmişəm. Ayda işıq düşür. Bəli, burada daha yaxşıdır bəlkə. Heç nə. Sadə tişört, cins şalvar, belə bir kombin eləmişəm. Daha doğrusu eləməmişəm. Həmişə aeroporta ən yaxın şeylər, ən rahat şeylər geyinirəm ki, rahat olum, yatdım. Bəli, uşaqlar, evdən çıxdıq. Oy, bu nədir, nəysə. Düşün, mamaya hədiyyə axtarım. Mamaya heç almamışam, hədiyyə almalıyam. Ümid edirəm, taparam. Merhaba arkadaşlar. Deməli Mən salamı əvvəldən deyirəm, nəsə of. Neyse. Geri mola. İzah eləmişəm onları, əlavə bir Of, şeydir. bura bizim evimizdir. Bəli, mənim də. Aşağılar, o qədər pisəm ki, çünki son günüm deyim, həmişə bura öyrəşmişdim. Yarım aydır buradayım. Artıq mən də bir türküm. Nergis bu Nəzirə arada. bütün yola əsəbləşdirəm, belə eləyirəm, Nəzirəm. Ne mutlu türküm diyene. Bu arada Nergis O bir hərəkət eləməyə o qədər utanıram. o kadar ortama alışıp ki, o kadar Türk şeyine böyle adapte olup ki çok korkulu. Yəni artıq tək belə yaşaya bilərəm. Nəzirə, ayda el nəysə, day sizsiz də YouTube mənim safe place. Nəzirə yolda məzənir belə eləyirəm. Nəzirə mənə bax. Bu niye böyle iyi? Ben taglayıp bile. Ne mutlu türküm diyene. Merhaba bebek. Motomoto senden hoşlandı galiba. Ay kızlar ne yakışıklı. Kırılsa sırlar anne. İşte benim şey asla. 19 yaşında değilim. 19 yaşında. Bazen çılgınlık yapmak iyidir. Çok utandım Nergis'in adına. Oyda kansiyalarım neyse. Ben kompleksiz bir insanım. Özümü sevirəm. Əslində Adələyə də baxa bilərik bu ara. Bəli uşaqlar, dünən Nəcm uşaq qardaşıma hədiyyə almışdım. Bugün də mama ilə Nazlıya aldığıma görə artıq xoşbəxt Bakıya uça bilərəm. Bəli uşaqlar, mən artıq evdən çıxıb aeroporta yola düşməli idim. Amma bilin görün nə yadımdan çıxdı. Atama hədiyyə almaq yadımdan çıxdı. Ona görə mən hələ mola gedirəm. Uşaqlar, aeroporta o qədər gecikirəm ki, yəni belə bir gecikmək yoxdur da. Bəli dostlar, atam nerede oynamağı çok sevirdi. Nerede aldı? Bu da bilyarddır. Evet arkadaşlar. Ve biz uçağım bugün artık. uçağa geç kalacağız. 4'te uçuram, 2'də taksiyə minmişəm. Uşaqlar, nəzinə əlaqəm kəsdiyim videonu paylaşmamaq qərarına gəldim. Çünki anam qalaya eləmədiyi fədakarlıq mənə edir. Aeroportacan mənə gəlir ötürməyə. Niyə? Çünki mənim... Bəli, yəni mən çox kövrəlirəm belə şeylərə. Uçsam ki, getdiyim üçün... Çok mutsuzum Həm qalmış hakikaten. planlarım var idi. Həm də ki, yəni hansı ölkəyə, şəhərə aid olduğumu bilmirəm, amma əsla Bakıya aid deyiləm də. Bakıdan başqa hər yanda çox xoşbəxtəm. Heç getmək istəmirəm, ağlamağım gəlir. Dedim odur ki, mənim ən yaxın 2 dostum da məktəbdən bəri burada İstanbulda yaşayır və mən Bakıdayam. Qəlbim o qədər qırıqdır. Vedaları heç sevməm. Gidiyorum. Ciddi şəkildə ümid edirəm ki, səhv samolyota minmərəm. Nə bilim, nəysə yemək yeyirəm burada. Biraz overthinking edirəm. Belə çox darıxacağımın səbəbi odur ki, burada dəhşət çox dostum var və ən yaxın dostlarım burada yaşayır. Artıq gedirəm samolyota minməyə. Şö dostlar, İstanbul səyahəti bitdi. Mən artıq Bakıdayım maalesef. İstanbul nasıl? Ne farkı var yani buradan mesela? İstanbul'da bir kafede otursan kimseyi tanımazsın. Kimse de seni tanımaz. Ama yine de yabancılık çekmezsin.